Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyülür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Odlar yurdumun azad gençleri, üç renkli bayrakla ordumda irəli. İnanarak biz tek Allah'a birlikte gedirik, ilhamda sabaha. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. 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 Hər vaxtınız xeyir olsun, sevimli Azərbaycan tamaşaçıları. Xoş gördük sizi. Vətənimizin sərhədlərindən çox-çox uzaqlarda, ekran qarşısında əyləşib bizi izləyən əziz həmvətənlərimiz, soydaşlarımız. Salam Azərbaycan gəncliyi. Hörmətli studiyamızın qonaqları, yarışmamızın iştirakçıları sizi də ürəkdən salamlayırıq. Mən Azərbaycanlı Milli Bilik Yarışmasının bilik meydanı növbəti intellektualların zəki yarışı üçün hazırdır. Bəli, 2014-cü ili yola saldıq və 2015-ci ilin ilk həftəsində Respublika çempionatımızın növbəti oyunundayıq. Onu da qeyd edim ki, artıq Respublika çempionatımız sona yaxınlaşmaq üzrədir və bir neçə oyundan sonra biz möhtəşəm final oyununu keçirəcəyik və ilin qalibini müəyyən edəcəyik. Bugün isə sırada Azərbaycanımızın gözəl, qədim bölgələrindən biri, şairlər, mütəfəkkirlər diyarı Qazax rayonunun intellektuallarının mübarizəsidir. Qarşıda sizi onlarla tanışlıq gözləyir, lakin bugün də ənənəmizi bozmayaq. Yarış iştirakçılarımızın təqdimatından əvvəl gəlin yeniləşən Qazaxa kiçik qiyabi səyahətə çıxaq. Diqqət monitora.
Qazağa ötəri nəzər saldıq. İndi isə sırada təşəkkürlərimiz var. Mən ilk olaraq Milli Bilik yarışmamızın birbaşa təşəbbüskarı olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm. Gənclərimizə hədiyyələri təqdim edən və bizə hər cür texnoloji dəstək verən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürümüzü bildiririk. Təhsil Nazirliyimizə də təşəkkürlərimiz var. Yarışmamızı ölkəmizdə və onun hüdudlarından kənarda milyonlarla tamaşaçılara sevə-sevə yayımlayan Azərbaycan televiziyasına dərin təşəkkürümüzü bildiririk. Və əlbəttə ki, hər həftə bizi izlədiyiniz üçün hörmətli televiziya tamaşaçılarımız, sizə də dərin minnətdarlığımızı bildiririk. Bəli, zaman çatdı bugünkü qəhrəmanlarımızın təqdimatına. Beləliklə, tanışlıq. Bayram əhval-ruhiyyəmiz davam edir, hörmətli tamaşaçılar. Elə bu əhvalla da mən bugünkü 10 intellektualımızı sizə təqdim edirəm. Ali Əliyev, Qurban Qurbanov, Gülay Hacıyeva, Vüqar Məmmədov, Elmar Nəbiyev, Elçan Kazımov, Siruz Abduyev, İlkin Hüseynov, Nurlan Osmanlı və Cəbi Məmməd Hüseynov. Hörmətli intellektuallar, Milli Bilik yarışmamıza xoş gəlmişsiniz. Və mən ilk olaraq sizə oyunumuzun şərtləri haqqında məlumat vermək istəyirəm. Bizim Milli Bilik yarışmamız 3 turdan ibarətdir. Bu, seçim, oyun və final turlarıdır. Oyun əsnasında mən hər turun şərtlərini sizə izah edəcəm. İlk seçim turumuz olduğu üçün onun şərtlərini izah edirəm. Seçim turumuzda mən seçim sualı səsləndirirəm. Vaxt getdi deyirəm. Studiyada zil səs səslənir. Və yalnız bu səsdən sonra siz düymələri basırsınız və kimin işığı birinci yansa o cavab vermək hüququ qazanır. Düzgün cavab eşidəcəyim təqdirdə həmin iştirakçı meydana dəvət olunur və biz oyunumuza başlayacağıq. Şərtlər aydındır, dəqiq. Elə isə başlayaq. Seçim sualı. Sual belədir. Bu mağara Daş Salahlı kəndində Avey dağının cənub-şərqində yerləşir. Sahəsi 360 kvadrat kilometrdir. Mağarada aparılan qazıntılar zamanı orta və üst paleolitə, mezolit və neolitə, tunç və orta əsrlərə aid materiallar tapılmışdır. Qazıntılar zamanı 8000-dən artıq arxeoloji materiallar tapılıb. Bu mağara düşərgəsi dünya əhəmiyyətli abidələr sırasına daxildir. Söhbət nədən gedir? Vaxt getdi. Ali Əliyev birinci olub. Ali, buyurun, mikrofonu götürün və cavab verin. Mənim fikrimcə bu Damcılı mağarasıdır. Damcılı mağarası. Fikriniz tamamilə doğrudur. Hörmətli tamaşaçılar, bugünkü yarışmamızın ilk iştirakçısı Ali Əliyevdir. Ali, buyurun. Ali, xoş gördük. Təbrik edirəm sizi. Siz artıq oyun turundasınız. Milli Bilik yarışmamızın iştirakçısısınız. Zəhmət olmasa özünüz haqqında tamaşaçılarımıza məlumat verin. Mən Əliyev Ali, Qazax rayonu Daş Sağı kəndindən anadan olmuşam. 2003-cü ildə Daş Sağı kənd İqtisadi tam orta məktəbə daxil olmuşam. 2014-cü ildə oranı bitirib, qəbul imtahanlarında iştirak edərək Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşam. Hal-hazırda da Azərbaycan Dövlət İqtisad Universitetinin birinci kurs tələbəsiyəm. İxtisasınız nədir? İqtisadiyyat və sənaye. Bəlkə maraqlarınız haqqında, hobbiləriniz haqqında da məlumat verirsiniz. Hobbilərim, boş vaxtlarımda dostlarımla gəzmək. Gəzmək. Bəli. Çox yaxşı hobbidir. Biz sizə uğurlar arzulayırıq və Ali, oyun turumuzun şərtləri belədir. Oyun turumuzda 5 mövzu var. Onları ekranda da görə biləcəksiniz. Dil və ədəbiyyat, tarix və etnografiya, coğrafiya, mədəniyyət və incəsənət və ümumi mövzu. Bu 5 mövzudan siz yalnız 3-ünü seçə bilərsiniz. Çünki hər mövzuda 3 sual var. Ümumilikdə isə 9 suala cavab verməlisiniz. 2 dəfə zala müraciət edib kömək götürə bilərsiniz. Və düşünməyə sizə 20 saniyə vaxt verəcəyik. Şərtlər aydındır? Bəli. Elə isə gəlin başlayaq. Buyurun, seçə bilərsiniz.
Coğrafiya. Coğrafiya. Alı coğrafiyanı seçdi və biz Alı ilə coğrafiya mövzusunda oyunumuza başlayırıq. Və coğrafiyadan birinci sual. Lənkəran təbii vilayətində yerləşən su anbarı hansıdır? Vaxt getdi. Çox məşhur bir su anbarıdır. Lənkəran deyən kimi Bəli. o yada düşür. Səhv eləmirəmsə, Xanbulançay çayı üzərində yerləşən Xanbulançay su anbarı. Xanbulançay su anbarı. Tamamilə doğrudur. Görürəm çox həyəcanlısınız. Bəli. Həyəcanlanmayın. İkinci sual. Azərbaycanda meliorasiya tədbirləri ən çox hansı torpaqlarda həyata keçirilir? Vaxt getdi. Meliorasiya tədbirləri bilirsiniz, niyə aparılır? Soran torpaqlarda deməli Əsasən boz torpaqlarda. düzdür. Və üçüncü sual coğrafiyadan və sual belədir. Mingəçevir su anbarına Kürdən başqa hansı çay tökülür? Vaxt getdi. Qanıq çayı. Deməli, sizin cavabınız Qanıq Qanıq çayı. Cavabınız düzdür. Həyəcanlanmayın, hər şey yaxşıdır. Coğrafiyada olan 3 suala cavab verdiniz. Bu mövzunu bitirdik və yenə mövzu seçimi. Buyurun. Tarix və etnografiya. Tarix və etnografiya. Alı Əliyev tarix və etnografiyanı seçdi və biz Alı ilə tarix və etnografiya mövzusunda oyunumuzu davam etdiririk. Sual belədir. Türk soylu olan bu tayfa 5-ci əsrdə Naxçıvan ərazisində məskunlaşmışdır. Səfəvilər dövründə Ustaclı tayfasının tərkibində ölkənin sosial-siyasi həyatında fəal iştirak etmiş bu tayfa hansı idi? Vaxt getdi. Zalın köməyindən istifadə edək. Zalın köməyindən istifadə eləmək istəyirsiniz. Şaiq Fərzəliyev, buyurun. Şaiq Fərzəliyev, Azərbaycan Dillər Universiteti Pedaqoji Fakültə 1-ci kurs. Mənim fikrimcə bu Kəngərli tayfasıdır. Şaiq deyir ki, bu Kəngərli tayfasıdır. Bəli. Yadınıza düşdü. Razıyam. Qəbul edirsiniz, Bəli. razılaşırsınız. Şaiqə minnətlarımızı bildiririk çünki bu Kəngərli tayfasıdır. Tamamilə doğrudur. Əslində Alı, bu asan sual idi. Razısınız. Gəlir. Həyəcanlanmayın da. İkinci sual və sual belədir. Cavanşirin sui-qəsd nəticəsində öldürülməsindən sonra hakimiyyətə gəlmiş hökmdar kimdir? Vaxt getdi. Al, vaxt bitdi. 681-ci ildə ölüb. Səhv eləmirsə. Hökmdarın adı. Bir köməyiniz də var. İstifadə eləyək köməkdən. Köməkdən istifadə eləmək istəyirsiniz, seçin. Kim dəqiq özünə əmindir gəlsin. Kim özünə güvənir, kim dəqiq bilir, buyurun gəlsin. Gəl.
Məmməd Hüseynov Tural, Azərbaycan Kompress Universiteti 1-ci kurs tələbəsi. Mənim fikrimcə bu Varaz Tridatdır. Varaz Tridat dedi. Tural, Qəbul edirik. qəbul edirsiniz və düz edirsiniz çünki bu Varaz Tridatdır. Alı, köməkləriniz bitdi. Amma qarşıda hələ sizi 5 sual gözləyir və özünüz cavab verməli olacaqsınız o suallara. Tarix və etnografiyadan 3-cü sual. Salarin Mərzban İbn Məhəmməd və Ağqoyunlu hökmdarı Uzun Həsənin vergiləri və mülkiyyətləri nizama salmaq məqsədi ilə həyata keçirdikləri tədbirlərin oxşar cəhdi nə idi? Vaxt getdi. Vaxt dayandıraq. Vaxt onsuz da bitdi. Vergi və mükəlləfiyyətləri nizama salmaq üçün qanunnamə veriblər. Qanunnamə qəbul elədim və bu düzgün cavabdır. Qanunnamə hazırlatmaları. Bu tarix və etnografiya mövzusu idi. Onu da bitirdik və 3-cü mövzu. Ümumi. Ümumini seçirsiniz. Əminsiniz? Bəli. Ali Əliyev ümumini seçdi və biz Ali ilə ümumi mövzuda oyunumuzu davam etdiririk. Azərbaycan atalar sözlərindən birinə görə kimin ruzisi özündən əvvəl gəlir? Vaxt getdi. Bax, belə bir maraqlı məişət sualı. Azərbaycan atalar sözlərindən birinə görə kimin ruzisi özündən əvvəl gəlir? Və Alı, Qonağın ruzisi özündən əvvəl gələr. qonağın. Bəli. Bəli, qonağın. Yəni onu qonaq qəbul eləməkdən qorxan adamlar üçün deyilib ki, qonağın ruzisi özündən əvvəl gəlir. İkinci sual ümumi mövzudan və sual belədir. Azərbaycanda 16 növü bitən bu bitkinin tərxun adlanan bir növü becərilir. Bəzi növlərində efir yağları, turşular kimi maddələr olan bu bitki hansıdır? Vaxt getdi. Yəni qısası tərxun hansı bitkinin bir növüdür? Alı, vaxt bitdi, köməyiniz də yoxdur. Cavabınız? Zeytun. Səhvdir cavabınız. Düzgün cavab yovşandır. Alı, təəssüflər olsun, siz həyəcanlıydınız, kömək şanslarınızı da istifadə elədiniz. O kömək şanslarınızdan ona görə sizə dedim ki, həyəcanlanmayın. Və ümumini seçəndə mən sizə sual verdim ki, əminsiz, siz dediniz, hə. Gərək dil və ədəbiyyatı seçərdiniz. Hər halda biz sizə uğurlar arzulayırıq. Çox sağ olun. Hörmətli tamaşaçılar, biz isə keçid alırıq növbəti seçim turumuza. Sual belədir. Əslən Qazaxdan olan Azərbaycanın xalq şairi, qadın şairlər arasında Azərbaycanda ilk dəfə bu adalayı görmüş şairəmiz kimdir? Vaxt getdi. Vüqar Məmmədov. Vüqar, sizin fikrinizcə? Mənim fikrimcə bu Mirvari Dilbazidir. Mirvari Dilbazidir. İlk dəfə xalq şairəsi adına layiq görülüb. Tamamilə doğrudur. Mirvari Dilbazi. Yarışmamızın növbəti iştirakçısı Vüqar Məmmədovdur. Vüqar, buyurun. Vüqar, salamlayıram sizi, xoş gördük. Artıq
Oyun turundasınız və özünüzü təqdim eləyin tamaşaçılarımıza. Mən Məmmədov Vüqar, 1996-cı ildə Qazax rayon 1-ci çıxıl kəndindən anadan olmuşam. 2003-cü ildə həmin kənddə Musa Sınavanda 1-ci çıxıl tam orta məktəbinə daxil olmuşam. 2014-cü ildə həmin məktəbin məzun olmuşam və hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıram. İxtisasım maliyyədir. Boş vaxtlarımda intellektual oyunlarda iştirak edirəm. Maraqlarım xüsusilə futbola yaxından maraqlanıram. Beşiktaş klubunun azarkeşiyəm. Beşiktaşın. Yaxşı klubdur. 2015-ci ildən nə gözləyirsiniz Vüqar? İnşallah 2015-ci ildə düşərli olar. Qoyunlu yəqin ki, hamıya düşər. 2015-də uğurlarımız 2014-dən bir qat daha çox olsun. Olsun. Çox yaxşı bir arzudur. Vüqar, mən sizə uğurlar arzulayıram. Bizim oyun turumuzun şərtləri yadınızdadısa. Bəli. Buyurun Vüqarı seçin. Tarix və etnografiya. Tarix və etnografiya. Vüqar tarix və etnografiyanı seçdi və biz Vüqarla tarix və etnografiya mövzusunda oyunumuza başlayırıq. Vüqar, görürəm alı kimi siz də həyəcanlısınız. Həyəcanlanmayın. Oldu. Və həyəcan alıya mane oldu və o finala çıxa bilmədi. Olur ki, sakit olun, diqqətli olun və birinci sual. 653-cü ildə baş vermiş bu döyüşdə Xəzərlər ərəbləri məğlub etdi və ərəb sərkərdəsi Salman öldürüldü. Bu döyüş harda baş verdi? Vaxt getməsin, bu Bələncər şəhəri yaxınlığında olmuşdur. Tarixə 2-ci Bələncər döyüşü adlı daxil olmuşdur. Tamamilə doğrudur. İkinci sual. Ərəb ağalığı dövründə Azərbaycanda olan iki əsas vergi hansı idi? Vaxt getməsin, Buyurun. bu xərac və cizyə vergiləridir. Afərin, tamamilə doğru. Və üçüncü sual. Bu Lənkəran xanı xanlığın iqtisadi və siyasi qüdrətini möhkəmləndirmək üçün bir sıra tədbirlər görərək daimi qoşun təşkil etdi. Xan nəslindən olmayanların torpaq sahələrini müsadirə etdi. Bu hansı xan idi? Vaxt getdi. Xanın bütöv adını deyirsiniz. Cəmaləddin Mirzə. Cəmaləddin Mirzə. Bu Cəmaləddin Mirzə bəy. Düzdür. Bu tarix və etnografiya mövzusu idi. 3 suala cavab verdiniz, mövzunu bitirdiniz və yenə mövzu seçimi. Buyurun. Coğrafiya mövzusu. Coğrafiyanı seçirsiniz. Vüqar coğrafiyanı seçdi və biz Vüqarla coğrafiya mövzusunda oyunumuzu davam etdiririk. Abşeronda yayda temperaturun aşağı düşməsinə səbəb olan külək hansıdır? Vaxt getdi. Küləyin adını deyəcəksiniz. Küləyin adı var. Vüqar, Fikrincə bu Xəzri küləyidir. Xəzri küləyi. Təbii ki, bu Xəzri küləyidir. Tamamilə doğrudur. İkinci sual. Azərbaycanda kartofçuluğun inkişaf etdiyi torpaq tipi hansıdır? Vaxt getdi. Şabalıdı torpaqlar. Qəbul elədim. Bu Şabalıdı torpağıdır ya da boz qəhvəyi. Tamamilə doğrudur. Deməli, üçüncü sual, coğrafiyadan üçüncü sual və sual belədir. Azərbaycan ərazisi hansı qırışıqlıq qurşağında yerləşir? Vaxt getdi.
Necə? Alp Himalay qırışıqlığı. Tamamilə doğrudur. Alp Himalay. Coğrafiyadan 3 suala cavab verdiniz və yenə mövzu seçimi. Dil və ədəbiyyat. Dil və ədəbiyyat. Vüqar dil və ədəbiyyatı seçdi. Biz Vüqarla dil və ədəbiyyat mövzusunda oyunumuzu davam etdiririk. Alt dodağın üst dişlərə toxunması nəticəsində V və F samitləri əmələ gəlir. Bu samitlər dilimizdə necə adlanır? Vaxt getdi. Alt dodağın üst dişlərə toxunması nəticəsində V və F samitləri əmələ gəlir. Bu samitlər dilimizdə necə adlanır? Şöbəni istifadə edirəm. Buyurun, kim cavab vermək istəyir? Dəqiq. Akşin Məmmədov, Bakı Dövlət Universiteti 1-ci kurs. Mənim fikrimcə bu dodaq diş samitləridir. Akşin dedi ki, bu dodaq diş samitləridir. Qəbul edirəm. Razılaşırsınız. Dodaq diş samitləridir. Düzdür, çox sağ olun. İkinci sual dil və ədəbiyyatdan. Nazim məktəbdən evə qayıtdı cümləsində məktəbdən sözü morfoloji baxımından nə sayılmalıdır? Vaxt getdi. Morfoloji baxımından. İsim. Bu sözü sadəcə təhlil etmək lazımdır. İsim. Necə isim? İsim məktəbdir. Məktəbdən. Məktəbdən sözü morfoloji baxımından nə sayılmalıdır? Sakit. Çıxışı qəbul etmiş isim. Düzdür. Və üçüncü sual dil və ədəbiyyatdan. Yusif Vəzir Çəmənzəminlinin 1934-cü ildə yazdığı və Azərbaycan ədəbiyyatında ilk tarixi fəlsəfi roman hesab olunan əsər hansıdır? Vüqar, vaxt getdi. Sonuncu köməmdən istifadə edirəm. Köməkdən istifadə eləmək istəyirsiniz, düz eləyirsiniz. Buyurun. Şahik Fərzazadə. Şahik. Şahik Fərzəliyev, Azərbaycan Dillər Universiteti Pedaqoji Fakültə 1-ci kurs. Mənim fikrimcə bu Qızlar Bulağı romanı. Qızlar Bulağı. Qəbul edirəm. Oxumusunuz Qızlar Bulağı romanını? Xeyr, ixtisasıma aid olmadığına görə çox təəssüf ki, oxumamışam. İxtisasa aid olmayanda indi insan ədəbiyyatı oxumaz. Xarici ədəbiyyata üstünlük verirəm. Xarici ədəbiyyata üstünlük verirsiniz. Misal üçün? Dan Brown, George Orwell, Albert Camus əsərləri, Ernest Hemingway. Amma Qazaxlılar Azərbaycan ədəbiyyatı çox sevirlər. Orwell'dən nə oxumusunuz? 1984, Heyvanistan, Londonda Qara Qəpişsiz. Anti-utopiya. Amma siz gərək Yusif Vəzir Çəmənzəmənlinin əsərləri də oxuyasınız və bu sualın cavabı Qızlar Bulağıdır. Tamamilə doğrudur. Vüqar, təbrik edirəm. Siz finaldasınız və finalda mən sizə uğurlar arzulayıram, həyecanlanmayın. Finalda görüşərik, buyurun. Hörmətli tamaşaçılar, biz keçid alırıq növbəti seçim turumuza. Sual belədir. Bu tarixi abidə Xanlıqlar kəndi ərazisində yerləşir. 6-cı, 7-ci əsrlərə aiddir. Müdafiə xarakterli bu abidə memarlıq nümunəsi kimi ölkə əhəmiyyətli abidələr siyahısına daxildir. Söhbət nədən gedir? Vaxt getdi. Qurban Qurbanov. Qurban. Mənim fikrimcə bu Didvan qalası. Tamamilə doğrudur. Didivan dağı. Yarışmamızın növbəti iştirakçısı Qurban Qurbanovdur. Qurban, buyurun.
Qurban, xoş gördük. Siz bəs nə ilə məşğulsunuz? Özünüzü təqdim edin. Mən Qurban Qurbanov 1996-cı ildə Qazax rayonunda anadan olmuşam. 2003-cü ildə Qazax rayonunda 1-ci sinifə getmişəm. 2014-cü ildə orta məktəbi bitirib Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşam. Hal-hazırda İqtisadiyyat və Sənaye Fakültəsinin 1-ci kurs tələbəsiyəm. Boş vaxtlarımda intellektual oyunlarda iştirak etməyi sevirəm. Aydındır. Qurban, biz sizə uğurlar arzulayırıq. Çox sağ olun. Oyun turumuzun şərtləri yadınızdadır. Bəli. Elə isə gəlin keçək mövzu seçiminə. Buyurun. Coğrafiya. Coğrafiya. Qurban coğrafiyanı seçdi və biz Qurbanla coğrafiya mövzusunda oyunumuza başlayırıq. Qurban, siz bəs 2015-ci ildən nə gözləyirsiniz? Bəlkə hansısa planlarınız var? Yəni, universitet dərslərində həqiqətən ilərləmək və 2014-dəki uğurlar kimi yeni uğurlara nail olmaq. Sizə uğurlar və sual. Sual belədir. İran və Türkiyə ərazisində formalaşan və Azərbaycana daxil olan hava kütləsi necə adlanır? Vaxt getdi. İran və Türkiyə ərazisində formalaşan və Azərbaycana daxil olan hava kütləsi necə adlanır? Variantım var, amma Deyin variantınızı. cənub sinklonları. Qəbul eləyirəm. Bu, niyə belə inamsınız? Tam əmin deyildim. Bu cənub siklonlarıdır. Düzdür. İkinci sual. Azərbaycanda faraş tərəvəzin və sitrus meyvələrinin yetişdirilməsi üçün əlverişli iqlim tipi hansıdır? Vaxt getdi. Qurban, vaxt bitdi. Rütubətli subtropik. Rütubətli subtropik iqlim tipi. Tamamilə doğrudur. Coğrafiyadan üçüncü sual. Ərazimizdə Samsun və Trabzondan başqa hansı növ tütün becərilir? Vaxt getdi. Vaxt bitdi, Qurban, və cavabınız Köməkdən istifadə edirəm. köməkdən istifadə eləmək istəyirsiniz. Seçin, kimi seçirsiniz, kim gəlsin? İlqar gəlsin köməyə. Gəlsin İlqar. İlqar Rüstəmli, Azərbaycan Dövlət İqtisad Universiteti. Mənim fikrimcə bu iti yarpaq növüdür. İlqar deyir ki, bu iti yarpaq növüdür. Qəbul edirsiniz, razılaşırsınız. İti yarpaq. Və bu tamamilə düzgün cavabdır. Bu coğrafiya mövzusu idi və yenə mövzu seçimi. Buyurun. Tarix və etnografiya. Tarix və etnografiya. Qurban tarix və etnografiyanı seçdi. Biz Qurbandan tarix və etnografiya mövzusunda oyunumuzu davam etdiririk. İctimai əmək bölgüləri ibtidai icma quruluşunun hansı dövründə baş vermişdir? Vaxt getdi. Qurban, vaxt bitdi. Hansı dövründə baş vermişdi? Variantım var, amma əmin deyiləm. Məncə Deyin variantınızı. Tunç dövründə. Qəbul eləyim. Tam əmin deyiləm amma. Qəbul elədim. Tunç dövrü. Düzdür.
İkinci sual. 1917-ci il 5 dekabr tarixində Osmanlı dövləti ilə Zaqafqaziya Komissarlığı arasında imzalanan saziş necə adlanırdı? Vaxt getdi. On 17-ci ildə Osmanlı dövləti ilə Zaqafqaziya Komissarlığı arasında imzalanan saziş. Qurban, variantınız yoxdursa Kömək zala olsun. müraciət edək. Hacı Əsgər. Hacı Əsgər Əsgərli, Azərbaycan Dövlət İqtisad Universiteti İqtisadiyyat və Sənaye Fakültəsi 1-ci kurs tələbəsi. Mənim fikrimcə bu Ərzincan müqaviləsidir. Ərzincan müqaviləsi. Hacı Əsgər deyir. Siz nə deyirsiniz? Qəbul edin. Qəbul edirsiniz, razılaşırsınız. Təşəkkürümüzü bildiririk çünki bu Ərzincan müqaviləsidir. Düzdür. Və tarix və etnografiyadan 3-cü sual və sual belədir. 638-ci ildə Ərəb ordusu Sasanilərin paytaxtı Ktesifonu mühasirəyə alarkən məhz bu Azərbaycan sərkərdəsi qəhrəmancasına şəhərin müdafiəsində iştirak etmişdi. Bu sərkərdə kim idi? Vaxt getdi. Cavabınız? Cavanşir. Cavanşir. Bəli. Tamamilə doğrudur, Cavanşir. Bu tarix və etnografiya mövzusu idi və üçüncü mövzu, axırıncı. Buyurun. Dil və ədəbiyyat. Dil və ədəbiyyat. Qurban Qurbanov dil və ədəbiyyatı seçdi. Biz Qurbanla dil və ədəbiyyat mövzusunda oyunumuzu davam etdiririk. İdi və imiş hissəciklərinin köməyi ilə feilin hansı mürəkkəb şəkilləri düzəlir? Vaxt getdi. Qurban, vaxt bitdi. Köməyiniz də yoxdur və siz özünüz cavab verməli olacaqsınız. Biri var idi, biri yox Rəvayət idi. və hekayət. Necə? Rəvayət və hekayət şəkilləri. Düzdür. Hekayə və rəvayət. İkinci sual. Koroğlu dastanını oxumusunuz? Bəli. Onda bu sualın cavabını bilməlisiniz. Koroğlu dastanında Bağdada durna teli gətirmək üçün gedən qəhrəmanın adı nədir? Vaxt getdi. Və beləliklə cavabınız Qurban. Dəli Həsən. Yoxdur. Dəli Həsən deyirsiniz. Qəbul elədim. Bağdada durna teli gətirmək üçün gedən qəhrəmanın adı Koroğlunun oğulluğu Eyvaz idi. Eyvaz və onun Yadıma sala həsrəti ilə yolunu gözləyirdi. Təəssüf. Belə asan sualda siz oyunumuzu tərk edirsiniz. Hər halda biz sizə uğurlar arzulayırıq. Çox sağ olun. Buyurun. Əziz tamaşaçılar, biz keçirik növbəti seçim turumuza. Bu dağ öz gözəlliyinə görə Amerika qitəsində yerləşən Montpellier dağından sonra dünyada ikinci yerdədir. Səməd Vurğunun təbirincə göylərə baş çəkən bu dağ hansıdır? Vaxt getdi.
Elçan Kazımov. Elçan, Mənim fikrimcə bu Göyəzən dağıdır. Göyəzən dağı. Bəli. Fikriniz düzdür. Göyəzən dağı. Bugünkü yarışmamızın növbəti iştirakçısı Elçan Kazımovdur. Elçan, buyurun. Elçan, xoş gördük. Çox sağ ol. Təbrik edirəm sizi, sizə uğurlar arzulayıram Sağ ol. və özünüzü təqdim edin. Mən Kazımov Elşan İstimxanoğlu 1996-cı ildə Qazax rayonunun 1-ci Çıxıl kəndində anadan olmuşam. 2003-cü ildə Qazax rayonunun 1-ci Çıxıl kənd Musa Həsənovanın tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2014-cü ildə oranın əlaçı tələbə kimi məzun kimi bitirmişəm. 2014-cü ildə qəbul imtahanlarında iştirak edib Azərbaycan Dövlət Neft Akademiyasının Neft-Qaz Qurğuları Mühəndisliyi fakültəsinə daxil olmuşam. Hal-hazırda 1-ci kursda təhsil alıram. Maraqlarınız, bəs? Maraqlarımız ən çox heyvanları izləyirəm, belə heyvanlarla. İzləyirsiniz, zooparklara gedirsiniz. Gedirəm, mənim məlumat toplamağı daha çox sevirəm. Ən çox sevdiyiniz hansı heyvandır? Ən çox sevdiyim heyvanlardan şirdir, ən xoşuma gələn aslan şir. Evinizdə heyvan saxlayırsınız, ev heyvanı yəni? Əvvəllər saxlamışam, bəli. Pişik olar ya it? Pişik yox, it, göyərçin, tutuquşu. Aydındır. Müxtəlif heyvanlar. Aydındır. Elçan, biz sizə uğurlar arzulayırıq. Çox sağ olun. Oyun turumuzun şərtləri yadınızdadırsa. Bəli. Gəlin keçək mövzu seçiminə. Dil və ədəbiyyat. Dil və ədəbiyyat. Elçan Kazımov dil və ədəbiyyatı seçdi və biz Elçanla dil və ədəbiyyat mövzusunda oyunumuza başlayırıq. Sual belədir Elçan. Cümlədə hansı üzvün yerini dəyişdirmək mümkün deyil? Vaxt getdi. Vaxt getməsin. Getməsin. Təyin. Təyinin yerini dəyişdirmək mümkün deyil. Tamamilə doğrudur. Çünki onun öz təyinatı var. Təyin təyinlədiyi sözün əvvəl gəlir. Bəli, bəli. İkinci sual. Bədii əsərdə sözün hansı mənası bilavasitə deyil, əlavə məna kəsb edir? Vaxt getdi. Bədii əsərdə sözün hansı mənası bilavasitə deyil, əlavə məna kəsb edir? Yəni əsas məna deyil, əlavə məna. Sözün hansı mənası? Köməkdən istifadə. Köməkdən istifadə eləmək istəyirsiniz. Kimi seçirsiniz? Kim gəlsin? Siz. Məmməd Hüseynov Tural, Azərbaycan Kooperativ Universiteti 1-ci kurs tələbəsi. Mənim fikrimcə bu məcazi mənadır. Ədəbiyyatda bəzən buna da məcaz deyilir. Məcazi. Qəbul edirəm. Qəbul edirsiniz bu cavabı, bu versiyanı və bu Tural çox geniş izah elədi və bu doğrudan da məcazi mənadır. Düzdür, tamamilə doğrudur. Çox sağ olun. Üçüncü suala keçirik və sual belədir. Şah İsmayıl Xətainin Dəhnamə məsnəvəsində aşiq və məşuqənin daxili aləmini, iç dünyasını əks etdirmək üçün lirik növün hansı janrından istifadə edilmişdir? Lirik növün hansı janrından istifadə edilmişdir? Vaxt getdi. Yəni hansı şeir janrından? Lirik şeir. Lirik şeir janrından. Şah İsmayıl Xətainin Dəhnamə məsnəvisində Köməkdən istifadə edirəm. Köməkdən istifadə eləmək istəyirsiniz? Buyurun. Kim? Şaiq. Şaiq Fərzəliyev, Azərbaycan Dillər Universiteti Pedaqoji Fakültə 1-ci kurs. Mənim fikrimcə bu qəzəl janrıdır. Qəzəl janrıdır. Şaiq deyir ki, bu qəzəl janrıdır. Qəbul edirəm. Bu qəzəl janrı, qəzəl sözü tanış gəldi sizə? Bəli. Qəbul edirsiniz, razılaşırsınız. Şaiqə təşəkkürlərimizi bildiririk. Çünki bu qəzəl janrıdır. Tamamilə doğrudur. Asan sual idi, eləmi? Keçdik, dil və ədəbiyyatı bitirdik və mövzu seçimi. Ümumi.
Ümumini seçirsiniz. Bəli. Yenə soruşuram, əminsiniz? Çünki o bizlər mənlik deyil. Amma ümumi sizlikdir. Ümumi. Elçan Kazımov ümumini seçdi və biz Elçanla ümumi mövzuda oyunumuzu davam etdiririk. Şamaxı Astrofizika Rəsədxanası hansı dövlət qoruğunun ərazisində yerləşir? Vaxt getdi. Yəni Şamaxı Astrofizika Rəsədxanası harda yerləşir? Ağsu dövlət qoruğu. Qəbul edeyim. Başqa cavab variantı yoxdur. Ağsu. Ağsu. Başqa cavabınız yoxdur. Qəbul elədim. Pirqulunun adını eşitmisiniz? Pirqulu. Eşitmişim. Harda yerləşir o? Bilmirəm. Bilmirsiniz. Sadəcə eşitmisiniz. Bəli. Onda bilin ki, Şamaxı Astrofizika Rəsədxanası Pirqulu dövlət qoruğu ərazisində yerləşir. Cavabınız səhvdir. Elə Şamaxı deyən kimi Pirqulu sözü, yəni Pirqulu qoruğu mu, Pirqulu ümumiyyətlə sadəcə olaraq Pirqulu yada gəlir, yada düşür. Elçan, mən çox təəccübləndim ki, siz bu Pirqulu dövlət qoruğunu bilmirsiniz və onun harada yerləşdiyini də bilmirsiniz. O Şamaxı rayonu ərazisindədir. İndi ondan sonra biləcəksiniz. Biz sizə uğurlar arzulayırıq. Çox sağ olun. Uğurlar. Hörmətli tamaşaçılar, cəmi bir finalçı ilə biz keçirik final turumuza. Beləliklə final. Bugün finalda cəmi bir iştirakçımız var. Vüqar Məmmədovdur. Vüqar, finala gəlib çatmağınız münasibətilə sizi təbrik edirəm. Finalda siz bugün təksiz. Siz intellektual yarışmalarda iştirak edirsiniz. Deməli, sizin dünya görüşünüz geniş olmalıdır və mən əminəm ki, siz bu final sualına düzgün cavab verə biləcəksiniz. Siz finalda tək olduğunuz üçün biz sizə 20 saniyə vaxt verəcəyik düşünməyə. Final sualı səslənir. Sual belədir. O, Azərbaycanın görkəmli rəssamıdır. 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 1957-ci ildə Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam nəqqaş peşəsi üzrə bitirib. Sənətkar 20 il rəssamlıq atelyesinə rəhbərlik edib, 1980-1992-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasını idarə edib. Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu, eləcə də Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib. Mahir portret ustası kimi də tanınan rəssamın Qara Qarayevin portreti əsəri, Təmirçiləri tablosu dünya şöhrətli Tretikov qalereyasında saxlanılır. Bakıda yaşadığı dövrdə isə Azərbaycan Rəssamlar İttifaqının sədri, 1973-cü ildə SSR Rəssamlar İttifaqının birinci katibi seçilib. O eləcə də UNESCO-nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse-prezidenti, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. Elə buna görə də çox zaman onu incəsənətin səlahiyyətli səfiri də adlandırırlar. Söhbət kimdən gedir? Vaxt getdi. Vüqar, sizin cavabınız? Fikrimcə bu Tahir Salahovdur. Necə siz onu tapdınız? Yəni, niyə belə versiyanız? Səhv eləmirəmsə, portret yaradıcısı kimi daha çox rəssamlar arasında o fərqlənir. Portret çəkən digər rəssamlardan daha çox fərqlənir. Həmçinin Moskvadakı dövrünə görə. Siz onu bir portret ustasını kimi tanıyırsınız və Moskvada fəaliyyət göstərilməsinə görə. Başqa faktları bilmirsiniz.
Səhv eləmirəmsə Meksika payızı əsərində yazım. O çəkmişdir. Meksika payızı. Əslində Tahir Salaxovun çox əsərləri var. Ümumiyyətlə Tahir Salaxovun yaradıcılığı ilə, həyatı ilə maraqlanmısınız? Bir-iki dəfə maraqlanmışam. Bir də Abşeron qadınlarının portret əsərini mənə daha çox maraqlı gəlib. Abşeron qadınları. Vüqarın variantı Tahir Salaxovdur. Sizcə siz düzgün cavab verdiniz? Bəli, Əminsiz. bəli. Bu düzgün cavabdır ya yox, bizə monitor göstərəcək. Bu Azərbaycanın fəxri, görkəmli rəssamımız Tahir Salaxovdur. Və hörmətli tamaşaçılar, hörmətli qonaqlar, bugünkü yarışmamızın qalibi Vüqar Məmmədovdur. Vüqar, təbrik edirəm sizi, buyurun. Vüqar, ürəkdən sizi təbrik edirəm. Siz çox yaxşı oynadınız və finalda Tahir Salaxovu tapdınız və doğrudan da onun hətta Abşeron qadınları əsərini dediniz ki, onu muzeydə görmüşsünüz onu ya internetdə? İnternetdə. Belə bir əsər var. Doğrudan da bu bizim fəxrimizdir, bizim görkəmli rəssamımızdır. Mən sizi təbrik edirəm və əlbəttə ki, hədiyyələriniz, diplom, Mən Azərbaycanlıyım intellektual oyunun qalibi. Bu diplom Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomudur. O sizindir. Təbriklər. Bu yeganə hədiyyə deyil, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hədiyyəsi. Bu gözəl notebookdur, o da sizindir. Təbrik edəcəm sizi. Və əlbəttə ki, 2015-ci ilin ilk oyunudur və sizin ürək sözlərinizi eşitmək istəyirik. Buyurun. Mən ilk öncə bu verilişin, intellektual verilişin ərsəyə gəlməsində əməyə keçən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Daha sonra mənim qalib olmağımda əməyə keçən valideynlərimə, dostlarıma, tamaşaçılara və xüsusilə də 1-ci Çıxıl kənd tam orta məktəbinin müəllim heyətinə öz minnətdarlığımı bildirirəm. Çox təşəkkür, çox sağ olsunlar ki, məni belə hazırlaşdırıblar. Çox sağ olun. Mən də sizə uğurlar arzulayıram. Çox sağ olun. Görüşərik. Çox sağ olun. Uğurlar. Bu da növbəti yarışmamızın sonu. İstəkli tamaşaçılarımız. Bugün vətənimizi necə tanıdıqlarını, tanımaq və tanıtmaq istəklərini nümayiş etdirən Qazax gəncləri olduğu üçün elə verilişimizi Qazaxda boya başa çatmış, lakin ürək bütün Azərbaycan üçün döyünən sevimli şairimiz Səməd Vurğunun misraları ilə bitiririk. Amma mən istəyirəm ki, bu bir bənd şeiri biz bütün zalla birlikdə deyək. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam doğma vətənimsən, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan, yaşasın Azərbaycan, yaşasın Azərbaycan gəncliyi.